Salyanda ağır yol qəzası baş verib. Doğru Xəbər Azərbaycan bildirir ki, hadisə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Bakı istiqamətində olan minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində bir nəfər hadisə yerində ölüb, 2 nəfər isə ağır yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. Məlumata görə qəzaya düşənlər bir ailənin üzvləridir. Belə ki, maşının sürücüsü 1987-ci il təvəllüdlü Əsədli Mahir Rüfətoğlu və onun əkiz qardaşı Əsədov Tahir Rüfətoğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. Anaları 1962-ci il təvəllüdlü Əliyeva Səlbi Hüseyn qızı isə hadisə yerində ölüb. Ağsafada ağır yol qəzası baş verib. Hadisə Bakı-Qazax-Gürcüstan magistralının Ağsafa şəhərinin keçən hissəsində qeydə alınıb. Belə ki, Tofaş markalı avtomobil hərəkətdə olarkən Ağsafa dairəsindən gələn Hyundai markalı avtomobil yolun hərəkət istiqamətinə çıxıb. Bu zaman avtomobillər toqquşub. Zərbənin təsirindən Tofaş yolda bir neçə dəfə dövrə vuraraq qəza yerindən 20 metr aralıya düşüb. Xəsarət alan sürücü 46 yaşlı Əfqan Salmanov ətrafdaşların köməyi ilə Ağsafa rayon mərkəzi xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır. Bərdə rayonunda da faciəvi hadisə yaşanıb. Hadisə rayonun Mollalı kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1972-ci il təvəllüdlü Mahir Həsənov fərdi təsərrüfatında mal qaranı yemləyərkən tövlədəki elektrik naqilinin açıq hissəsinə toxunub. Elektrik cəryanının vurması nəticəsində 54 yaşlı kişi elə hadisə yerindəcə keçinib. Baş vermiş ölüm faktı ilə bağlı araşdırma aparılır. Hacıqabulda 5 nəfərin xəsarət alması ilə nəticələnən ağır qəza olub. APA TV xəbər verir ki, hadisə Bakı-Qazax magistralının 108-ci kilometrliyində Hacıqabul şəhər ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Mercedes Vito markalı mikroavtobus arxadan Kamaz markalı yük maşınına çırpılıb. Nəticədə mikroavtobusda olan 5 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına çatdırılıb. Baş vermiş faktla bağlı ilkin araşdırma işləri aparılır.